Salam, bugün sizlərlə çevrənin sonuncu bölməsi, çevrənin daxilə və xaricini çəkilmiş çoxbucaqlılar mövzusuna baxacağıq. Birinci qaydanı tez təkrarlayaq. İxtiyari çoxbucaqlı sözünü gördünüzsə və ya misalda 12 bucaqlı, 20 bucaqlı, 24 bucaqlı, yəni 3 bucaqlı və 4 bucaqlıdan böyük fiqurlar gördünüzsə və ya böyük radiusdan balaca radiusu eyni anda gördünüzsə, onların əlaqə düsturu var. Böyük radiusdan balaca radiusu əlaqələndirmək üçün böyük radiusun kvadratından balaca radiusun kvadratını çıxanda tərəfin yarısının kvadratı eləyir. Uşaqlar, Pifaqor teoremi kimi bir şeydir, yadda saxlayın. Bunu bir dəfə 6 bucaqlı üstündə göstərirəm. Amma sizin bunları bilməyinizə ehtiyac yoxdur. Bu isbat kimi gedir. Böyük radius təpələrdən keçən çevrənin radiusudur deyə təpəyə qədər gəlir. Balaca radius tərəfin ortasına gəlir deyə balaca radius da bura gəlir. Və tərəf A-dırsa, axı tərəfin ortasına gəlirsə, burada A bölü 2-dir. Ona görə böyük yer kvadratı çıx balaca yer kvadratı bərabərdir A bölü 2-nin kvadratı olur. Anladınızmı? Amma bunun yanında bilməli olduğunuz 2 dənə də düstur da var. Çox diqqətli olun. Elə buradan çıxır. Baxın, burada nə görürsünüz? A bölü 2. Burada R. Deməli, A bölü 2 R-ə bərabərdir. Yəni, 29-cu düsturu burada təzdən yazım. Və bundan 2 dənə də düstur çıxır. Əzbər bilməlisiniz. Bir tərəfi tapanda 2 dənə böyük radiusu sinus alfaya vurursunuz. Və ya balaca radiusdan da tərəfi tapa bilərəm. 2 dənə balaca radiusu bu dəfə də tangens alfaya vurursunuz. Deyərsiniz alfa nədir? Alfa 180 böl n deməkdir. Birbaş n-dən də yadda saxlaya bilərsiniz. Çox bucaqlının neçə bucağı varsa qoyacaqsınız yerinə. Diqqətli olun, yeni düsturlardır. İllər də həmişə bu düşürdü. Artıq bunu uşaqlar əzbərləyib deyə yeni düsturları salıblar dilimin bazasına. A bərabərdir 2 yer vurulsun sinus 180 böl n. Bir də A bərabərdir 2 dənə balaca yer vurulsun tangens 180 böl n. Aha, indi 4 bucaqlardan bəs hansı 4 bucaqlının xaricinə çevrə çəkilir, hansı 4 bucaqlının daxilinə çevrə çəkilir? Uşaqlar, xaricinə çevrə çəkiləndə bucaqlara baxıram. Bucaqların cəmi 180 eləməlidir. Hansı bucaqların cəmi? Qarşı bucaqların cəmi. Bura baxın, görün. Məsələn, trapesiyadır, xaricinə çevrə çəkilib. Mütləq qarşı bucaqların cəmi 180 eləməlidir. Məsələn, sizə buranı 20 veribsə, bura neçə olmalıdır? 160. Çünki qaydamız var. Cəmi 180 dərəcə eləməlidir. Ümumiyyətlə, hansı 4 bucaqlının ki, xaricinə çevrə çəkilir, qarşı bucaqlarının cəmi həmişə 180 eləməlidir. Ona görə paralelogramın xaricinə çevrə çəkilmir də. Baxın. Çünki bu da 2 bucaqdır. Məsələn 20. Bu 20-dirsə bu da 20 daxil. Baxın, cəmi 180 eləmir. Həqiqətən 180 eləmədiyi üçün xaricinə çevrə çəkə bilmirəm. Çünki 2 dənə təpəsinə toxunmur. Xaricə çevrə çəkmək üçün bütün təpələrə çevrə toxunmalıdır. Bu bunun tərifidir. Amma qaydası budur ki, qarşı bucaqların cəmi 180 olmalıdır. Növbəti qaydamız. Bəs daxilinə çevrə nə vaxt çəkilir? Daxilinə nə vaxt çevrə çəkilir? Bu sözləri yadda saxlayın. Daxilinə çevrə çəkiləndə tərəflərə baxıram. Qarşı tərəflərin cəmi bərabər olmalıdır. Gəlin bir dənə yazım. Biz bilirik ki, oturacaqlar AB olur. Onda yan tərəfə C-də deyim. Dedik ki, uşaqlar, qarşı tərəflərin cəmi bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. İndi çox vacib nüans deyirəm. Həmçinin qarşı tərəflərin cəmi perimetrin yarısına bərabər olmalıdır. Çox vacib nüansdır. Perimetrin yarısı. Burada çapda düşmür, amma perimetrin yarısıdır. Bu qədər. Elə trapesiya keçmişkən, trapesiya ilə bağlı çox vacib nüans deyim. Bayaq göstərdim. Uşaqlar, trapesiyanın xaricinə çevrə çəkiləndə mütləq o diametrin üstündə yerləşir. Mütləq. Yaxşımı? Həm də siz burada qaydalar bilirsiniz, onları tətbiq edəsiniz. Diametrə söykənən bucaq, yəni trapesiyanın diaqonalı neçə dərəcə olur? Yan tərəfindən 90 dərəcə bucağa əmələ gətirir. Sonra nə bilim, bunu bilməlisiniz. Yəni, mütləq şəkildə şəkli belə çəkməlisiniz. Orada deməsə belə şəkli belə çəkirsiniz. Və bilirsiniz ki, bunlar radiusdur. Mərkəzdən bura qədər də radiusdur, bura qədər də radiusdur. Yəni, trapesiya ilə bağlı bu qaydaların hamısını bilməlisiniz. Və bir dənə də vacib qayda var trapesiya ilə. Diqqətli olun. İstəyirsiniz, burada yazım. Trapesiya, baxın, 1, 2, indi 3-cü qaydasını deyirəm. Uşaqlar, trapesiyada
Xaricinə çevrə çəkilir və ya daxilinə də çevrə çəkilə bilər. Daxilinə çevrə çəkilir. Bu yan tərəfə çəkilən toxunma nöqtələri arasındakı məsafənin tapılma düsturu var. T1, T2-nin tapılma düsturu var. Yadda saxlayın. T1, T2 bərabərdir 2AB bölünsün A üstəgəl B. Bu düsturu əzbər bilməlisiniz. T1, T2 bərabərdir 2AB bölünsün A üstəgəl B. Və ya mən sizə yadınıza gəlir, 4 bucaqlıda belə şey keçmişdim. Bu x bölünür. 1 bölü x-i tapanda 1 bölü A üstəgəl 1 bölü B. Eynidir. İkisindən birini bilsəz də bəs eləyir və ya ikisini də bilsəz də. Axır ya x deyin, bilin ki 1 bölü x bərabərdir 1 bölü A üstəgəl 1 bölü B. Ya da ümumiyyətlə bilin ki, həmin toxunanlar arasındakı məsafə 2AB bölünsün A üstəgəl B-dir. Ümumi keçək. Ümumiyyətlə 4 bucaqlıların xaricinə çevrə çəkə bilirəmsə, o diaqonalın yarısıdır. Xaricinə çevrə çəkə bilirəmsə. Məsələn, paralelogramın xaricinə çevrə çəkə bilmirəm. Rombun xaricinə çevrə çəkə bilmirəm. Amma mən düzbucaqlının da xaricinə çevrə çəkə bilirəm. Kvadratın da xaricinə çevrə çəkə bilirəm. İkisində də nədir? Diaqonalın yarısıdır. Düzbucaqlıda diaqonalı hansı düsturla tapıram? Pifaqor teoremindən. Heç nə. Ona görə yazırıq ki, bəzən Pifaqor bölü 2. Yəni kim qarışdırır, sözlə əzbərləsin. İstəsə deyə bilər D bölü 2, sonra da desin ki, Pifaqor bölü 2. Yəni imtahanda Pifaqor həll edirsiniz. 5, 12 veribsə, bura 13 yazasınız. Bəs kvadratda radius nədir? Yəni diaqonal nədir? Şoxacan yazaq da. Bunun diaqonalını tapanda kvadratın tərəfləri AA bərabər yanlı düzbucaqlı üçbucaqda bura kök 2 dəfə böyük olur. Yəni A kök 2 bölü 2. Bildinizmi? Bunların xaricinə çevrəsi çəkilmir. Bunların xaricinə çəkiləndə həmişə diaqonalın yarısıdır. Düzbucaqlıda diaqonalın yarısı Pifaqordur. Yəni Pifaqorun yarısıdır. Kvadratda diaqonalın yarısı A kök 2-nin yarısıdır. Bəs daxilinə çevrə çəkiləndə? Yenə də paralelogramın ümumiyyətlə uşaqlar nə daxilinə, nə də xaricinə çevrə çəkilmir. Düzbucaqlının da daxilinə çevrə çəkilmir, çünki bir tərəfində qalır. Amma rombla kvadratın daxilinə çevrə çəkilir. Romb, bu da bilsiz nədir? Baba deyirəm, həmişə qayda eynidir. Dikinə xəttin yarısı, dik xəttin yarısı. Uşaqlar, rombda dikinə qalxan bir şey hündürlükdür, hə? Hündürlüyün yarısıdır. Amma kvadratda görək dikinə qalxan bir şey nədir? Kvadratda dikinə qalxan şey tərəfin özüdür. Ona görə burada tərəfin yarısıdır. Bir də deyim, əslində qayda bir dənə də dikinə qalxan bir xəttin yarısıdır həmişə radius. Gəlin bir də gözlə görün. Romb çəkilib, daxilinə çevrə çəkirəmsə, bunun radiusu görün nədir? Həqiqətən gözlə görün ki, hündürlüyün yarısıdır. Tam yarısı. Kvadrat da çəkirəm, daxilinə çevrə çəksəm, tərəflərin ortasından keçir. Həqiqətən görmürsünüz ki, radius elə tərəfin yarısıdır. Gözlə görünür. Siz bir dənə bilin ki, burada yarı söhbəti var. Dikinə qalxan xəttin yarısı olur. Qaydalarımız bu qədər. Eynən uşaqlar, bu arada bu qayda trapesiya üçün də ödənir. İstəyirsiniz burada trapesiyanı da çəkim. Trapesiyanın daxilinə çevrə çəkəndə balaca radiusda. Dikinə qalxan xəttin yarısı deyil, hündürlüyün yarısıdır. Yenə, radius həmişə hündürlüyün yarısıdır uşaqlar. Balaca radius hündürlüyün yarısıdır. Yəni, dikinə qalxan xəttin yarısıdır. Qaydalar bitdiyinə görə toplu ilə davam edə bilərik. Baxaq toplunun birinci sualına elə. Çevrə daxilinə çəkilmiş 4 bucaqlının çevrənin daxilinə çəkilibsə, deməli çevrə hara çəkilib? Xaricə. Xaricə çəkilmiş çevrədə hara baxırdıq? Bucaqlara. Hansı bucaqlara? Qarşı bucaqlara. Qarşı bucaqların cəmi neçə dərəcə olmalıdır? 180 dərəcə. Bir dənə buna odaqlanacağıq. Deyir, 3 ardıcıl bucağın nisbəti 2, 3, 4-dür. Yazıram. 2K, 3K, 4K. Bizə amma necə bucaqlar lazım idi? Qarşı bucaqlar. Heç nə, qarşı bucaqları toplayıram, qarşılıqlı bucaqları. 2K ilə 4K-nı toplayıram 180 dərəcə. 6K 180 dərəcədirsə, ancaq qarşılıqlıya baxırsınız. K-nın biri 30 dərəcədir. Qoyuram yerinə hesablayıram. Uşaqlar, bu trapesiya deyil, standart bir dənə 4 bucaqlıdır. Yəni sıradan, ixtiyari bir dənə 4 bucaqlıdır. Ona görə düz mərkəzdə çəkmədim. İxtiyari bir şey çəkdim ora.
2 vur 30, 60, 3 vur 30, 90, 4 vur 30, 120. Uşaqlar biz demişdik ki necə olmalıdır? Qarşı bucaqların cəmi 180. Bu 180 isə bu da 180 olmalıdır. 90-ın üstünə nə gəlsəm 180 eləyəcək? 90. Deməli bu biri bucaq da 90-dır. Bizə də deyir ki, 4-cü bucağı tapın. Biz də tapdıq ki, neçə imiş? 90 imiş. B variantı. 3-cü sual. Deyir, çevrə xaricinə çəkilmiş. Baxaq. 3-cü sualı oxuyun. Çevrənin bu dəfə xaricinə dördbucaqlı çəkilib. Bilmirik necə, ixtiyari bir dördbucaqlı çəkilib. Bu dəfə də onda çevrə görün harda qaldı? Daxildə qaldı. Daxildə D, T, çar zingiltili. Daxildə uca tərəflərə baxıram. Tərəflə bağlı hansı qaydamız var idi? Qarşı tərəflərin cəmi bir-birinə bərabər olmalıdır. Və bunlar da nəyə bərabər olmalıdır? Perimetrin yarısına. Getdik yoxlayaq. Deyir 3 dənə ardıcıl tərəf, baxın 3K, 5K, 7K-dır, perimetri 120-dir, yazaq da. Yazaq uşaqlar 3K, 5K, 7K, sadə əqrəbi istiqamətində yazdım. Biz dedik ki, bunun cəmi neçədir görün? A ilə B, biz elə bir C ilə D-ni topladıq. Neçədir? 10K. Onda bunun da cəmi 10K eləməlidir, yəni bu da 5K-dır. Bunlar da nəyə bərabər olmalıdır? Perimetrin yarısına. Yazaq da. 10 dənə K bərabərdir. Perimetri 120-dir, şərtdə verib. 120-nin yarısı 60. K neçə oldu? 6. Bizə deyir ki, ən böyük tərəfini tapın. Uzaqdan baxırsınız. 3K, 5K, 7K, 5K. Hansı böyükdür? 7K. Yəni 7K-nı tapıram. 7 vur 6, 42 cm. Yəni ən böyük tərəfimiz 42 cm. Məsələn, ən kiçik soruşsaydı 3K-nı tapardım. Yəni 3 vur 6, 18 cm. Bizdən ən böyük deyir deyə 42-ni tapdım. Baxaq 7-ci suala. Yenə çevrə hardadır? Daxildədir. Daxildədirsə nəyə baxıram? D, T qaydası, yəni tərəfə. Çar zingiltidə uşaqlar. Tərəfdə də bir dənə qaydamız var da, qarşı tərəflərin cəmi bərabər olmalıdır və onlar da perimetrin yarısına bərabərdir. Deyir AB 16-dır. Şəklin üstündə göstərirəm. CD-ni soruşur, X yazıram. Dedik ki, uşaqlar, qarşı tərəflərin cəmi nə olmalıdır? Yəni 16 ilə X-in cəmi nə olmalıdır? Perimetrin yarısı. Perimetri də verib də 60-dır. 60-ın yarısı 30. 16-nın üstünə gələndə 30 eləyəcək 14. Yəni belə bir sadə suallardır. Sadəcə xassəni və qaydanı bilməlisiniz. 9-cu sual. Bu arada 6 bucaqlının da gəlin düsturlarınızı yadınıza salaq. Çünki 6 bucaqlıdan danışır. 6 bucaqlının böyük radiusundan balaca radiusunu yadınıza salıram. 6 bucaqlının xaricinə çəkilmiş çevrənin radiusu tərəfin özünə bərabərdir. Yəni, böyük radius uşaqlar tərəfin elə özüdür. Bu böyük radiusdur, tərəfin özüdür. Balaca radius amma mediana bərabərdir. Baxın, balaca radius tərəfin ortasına gəlir axı. Tərəfin ortasına çəkilən xəttdə median deyil. Bərabər tərəfli üst bucaqda da medianın düsturu nə idi? Qarşı tərəfi yarı böldüyünə görə A kök 3 böl 2. Ümumiyyətlə əzbərləyin. Böyük radius tərəfin yarısıdır, tərəfin özüdür. Balaca radius mediandır. Yəni A kök 3 böl 2. Görək bizdən nə istəyir? Tərəfi 2 cm olan düzgün altıbucaqlının xaricinə çəkilmiş çevrənin uzunluğunu istəyir. Çevrənin uzunluğu 2 pi r-dir. Xaricinə deyir deyə böyük r yazıram. 2 pi. Dedik radius tərəfə bərabər olmalıdır böyük radius. Tərəfi də 2 verib. Yəni radius neçədir? 2. Eləyir 4 pi. Anladınızmı? Tərəf 2-dirsə radius da 2-dir. Və 2 pi r düsturunda yerinə qoyuram. Olur 4 pi. 13-cü sual. Kvadratın xaricinə çəkilmiş, sizə belə bir qayda demişdim. Xaricə çəkiləndə radius həmişə diaqonalın yarısıdır. Kvadratın diaqonal düsturunu əzbər bilməlisiniz. Tərəfdən kök 2 dəfə böyükdür. Bir də deyirəm, kvadratın diaqonalı tərəfindən kök 2 dəfə böyükdür. Yəni, diaqonal maili bir dənə xəttdir. Maili xətt həmişə dik xəttdən uzun olur. Düz bucaqlı üst bucağın hipotenuzu həmişə katetlərdən uzun olur. Kvadratda da kök 2 dəfə uzun olur. İndi bizə deyir ki, radiusu 4 kök 2-dir. Bunu nəyə bərabər eləyirəm? 4 kök 2-yə. Bərabərin hər tərəfindən kök 2-lər gedir. Qalır A böl 2 bərabərdir 4 böl 1. Çarpaz vururam. A nəyə bərabərdir? 2 vur 4-ə, yəni 8-ə. Kvadratın tərəfi 8-dir. Bizdən də 10 istəyirdi elə. 17-ci sual. Qorxmayın, orta xətt filan görəndə. Qayda eynidir. Deyir, perimetri 40 olan trapesiyanın daxilinə çevrə çəkilmişdir. Daxilə çevrə çəkirəm. Biz də dedik ki, daxil sözünü görəndə T.
yəni tərəflərə baxıram. Onda qarşı tərəflərin cəmi bir-birinə bərabər olmalıdır. Onlar da nəyə bərabər olmalıdır? Perimetrin yarısına. Bizə deyir perimetri 40-dır. Onda qarşı tərəflərin cəmi neçədir? 40-ın yarısı. Perimetrin yarısıdır uşaqlar. Yəni neçədir? 20-dir. Oturacaqların cəmi 20-dir, bizdən orta xətt istəyir. Orta xətt həmişə MN ilə işarə olunur. Yəni verilməyibsə MN yazırıq. MN nə idi? Oturacaqların yarısı. Uşaqlar ortadadır deyə toplayıb 2-yə bölürəm də. 20-ni 2-yə bölün 10. Cavab oldu 10. A üstə gəl B-ni 20 tapırsınız. Orta xəttdə həmin şeylərin yarısıdır. Ortadadır deyə yarısıdır. 20-nin yarısı 10. 19-cu sual. Təmkinlə oxuyun. Deyir ki, düz bucaqlının kiçik tərəfi 2 sm-dir. Düz bucaqlı çəkək. Kiçik tərəfi, yəni eni 2-dir. Diaqonallar arasında biz bilirik ki, düz bucaqlının diaqonalları bərabərdir və bərabər yerə də bölünürlər. Çünki kəsişəndə axı yarı bölünürlər. Ona görə bərabər də bölünürlər. Və diaqonallar arasındakı bucaq deyir 60-dır. Uşaqlar 2-ni burada yazdım deyə, gəlin bucağı da belə yazım ki, oxşarlıq, yəni bir tərəfə yığılsın da. Bərabər yanlıdsa 180-dən 60-ı çıxıram 120. 120-ni 2 dənə yan tərəfə bölsəm, hər yan tərəf neçə dərəcədir? 60 dərəcə. 60, 60. 60, 60, 60 bərabər tərəfli üçbucaqdırmı? Yəni bir tərəfi 2 idisə, bərabər tərəfli üçbucağın hər tərəfi 2-dir. Yəni burada 2 yazıram, burada 2 yazıram. Biz demişdik diaqonallar yarı bölünür. Bura 2-dirsə, burada 2-dir, burada 2-dir. Çünki x yazmışdıq. Deyir, xaricdə çəkilmiş çevrənin radiusu. Böyük yer həmişə nədir? Diaqonalın yarısıdır. Diaqonalı görürsünüz. 2 ilə 2 neçə santimetr eləyir? 4 santimetr. 4 santimetrin yarısı neçə santimetrdir? 2 santimetrdir. 19-da da oldu bu. 21-ə baxaq. Deyir, trapesiyanın xaricinə çəkilmiş çevrənin mərkəzi. Trapesiyanın xaricinə çəkilmiş. Aha, uşaqlar, trapesiyanın xaricinə çevrə çəkəndə bayaq dedim, diqqətli olun. Bu mərkəzdə qalmalıdır. Baxın, bu düz diametr olmalıdır da, yəni. İstəsəz belə çəkmək sizə çətin gəlirsə, birinci bunu çəkin. Ortasından trapesiya çəkin. Bu daha rahatdır. Mən özüm də belə çəkirəm. Aha. 21-ci sual oxuyuruq. Trapesiyanın xaricinə çəkilmiş çevrənin mərkəzi. Trapesiyanın böyük oturacağının üzərindədir. Deməsə belə üzərindədir. Kör bucaq təpəsindən çəkilən hündürlük. Bax, buradan deyir çəkilən hündürlük 4 sm olub. Yan tərəflə 30 dərəcəli bucağa əmələ gətirir. Trapesiyanın diaqonalını tapın. Uşaqlar, bu diaqonal istəyir. Deməli, hansı tərəfə odaqlanacam? Mən bu tərəfə odaqlanacam. 4-ü verib, x-i verib, nəsə mən bu tərəfə odaqlanmalıyam. Bir dəqiqə, bayaq demişdik. Ümumiyyətlə, çevrədə diaqonala söykənən bucaq neçə dərəcə olur? 90 dərəcə. Bilirsinizmi? Diametrə söykənən bucaq 90 dərəcə olur. 90 dərəcənin sol tərəfini verib ki, 30 dərəcədir. Bura nə qalır? 60 dərəcə. 90, 60, onda bu bucaq neçədir? 30. Gəlin, burada yazım 90, buranı indi tapdıq 60, onda bura 30-dur. 30-un qarşısındakı katet, hipotenuzun nəyi olur? Yarısı. Demişdim, bayaq, maili xət həmişə uzun olur. Deməli, bu 8-dir. 408-in yarısıdır. Yəni, maili xət 8-dir. Yəni, diaqonalımız 8-dir. Diqqətli olun, sadədir. Sadəcə uşaqlar çox vaxt çaşıb bu bir üç bucaqla işləyir və uzanır. Sizdən diaqonal istəyirsə, sağ tərəfə baxın da, diaqonal tərəfə baxın. Niyə götürüb çevrənin sol tərəfinə baxırsınız? 23-cü sual. Deyir, tərəfi 4 kök 3. Mən niyə bunu belə yazıram bu arada? Çox bucaqlı sözünü gördünüzsə, 3 dənə düstur vermişdim. Çox bucaqlı. Bu onlardan biridir. Deyir, tərəf 4 kök 3-dür. Xaricə çəkilmiş çevrənin radiusu 4-dür. Daxili çəkilmiş çevrənin radiusunu istəyir. Biz də dedik ki, böyük radiusla balaca radiusu eyni anda görəndə nə yazırıq? Əlaqə düsturu. Bir dənə də əlaqə düsturumuz var. Nədir? Böyük radiusun kvadratı çıxı balaca radiusun kvadratı bərabərdir tərəfin yarısının kvadratına. Böyük radiusun kvadratı, yəni 4-ün kvadratı çıxı balaca yerin kvadratı bərabərdir 4 kök 3 böl 2-nin kvadratına. 16 çıx radiusun kvadratı bərabərdir. 4 kök 3-ü 2-yə böləndə 4-ü 2-yə bölün 2 kök 3 eləyir. 2 kök 3-ü kvadrata qaldıranda uşaqlar 2-ni kvadrata qaldıram 4, kök 3-ü kvadrata qaldıram 3. Yəni neçə eləyir? 12 eləyir. Tapdıq ki, yəni 2 kök 3-ün kvadratı 12-dir. 16-dan nə çıxanda 12 qalır? 4. Nəyin kvadratı 4-dür? Müsbət mənfi 2-nin. Sadəcə radius, yəni uzunluq mənfi ola bilməz deyə müsbət 2 götürürəm.
Belə. Əslində hesab çox sadədir. Sizin çox xırdaladım. 25-ci sual. Çevrənin xaricinə düzgün altıbucaqlıda çəkilib və kvadratda çəkilib. Eyni anda çəkib, niyə üst-üstə çəkib qarışdıraq? Neyəcəyik? Ayrı-ayrı çəkəcəyik. Çevrənin, görəkdir harasına, xaricinə altıbucaqlıda çəkilib. Eyni çevrədən söhbət gedir. Sadəcə biz üst-üstə çəkmədik ki, qarışmasın. Bir də deyir, kvadrat da çəkilib. Eyni çevrədir. Yəni, balaca, daxilə çəkilibsə nədir bu? Balaca yerdir. Görsüzdə çevrələr daxildədir. Eynidir. Deyir, düzgün altıbucaqlığın perimetri, düzgündürsə altı tərəfi də bir-birinə bərabərdir. Deyir, 72 santimetrdir. Onda tərəfin biri 12 santimetrdir. Yazıram ki, tərəflərə 12. Biz də bayaq demişdik, balaca radius nə idi? Medianın düsturundan eyni idi. Altıbucaqlıda balaca radius medianın düsturundan eynidir. O da a kök 3 bölü 2-dir. Üçbucağın median düsturu. Tərəfi tapdıq ki, 12-dir. 12 kök 3 bölü 2. Yəni, tərəfin yerinə 12 qoyacağım. 12 kök 3 bölü 2. O da neçə eləyir? 6 kök 3. Radiusu tapdım 6 kök 3. Onda uşaqlar, bunun da radiusu 6 kök 3-dür. Çünki eyni dairənin daxilinə çəkilib, xaricinə çəkilib. İndi bir dəqiqə. Kvadratın balaca radiusu, burada uşaqlar altıbucaqlının qaydalarını yazırıq. Burada kvadratın qaydalarını yazırıq. Kvadratın balaca radiusu nəyə bərabər idi? Tərəfin yarısına, dikinə xəttin yarısına. Nəyin yarısı 6 kök 3-dür? 12 kök 3-dür. Kvadratın tərəfi 12 kök 3-dür. Bizdən kvadratın perimetrini istəyir. Perimetrin düsturu 4 dənə a deyil. Yəni 4 dənə 12 kök 3. O da neçə eləyir? 48 kök 3. Cavabımız oldu 48 kök 3. Diqqətli olun. Bu sual maraqlı sual idi. Belə çox etaplı suallar artıq salırlar. 31-ci sual. Deyir, oturacaqları 8-dən 18 olan, dondu. Deyir, oturacaqları 8-18 olan bərabəryanlı trapesiyanın, çəkirik bərabəryanlı trapesiyamızı. Bu işarə qoyulmalıdır ki, yadımızdan çıxmasın. Deyir, daxilinə çevrə çəkilib. Buralar 8-dən 18-dir. Daxilə çəkiləndə nəyə baxıram? Tərəfə, t qaydası. Qarşı tərəflərin cəmi bərabər olmalıdır. 8-dən 18-i toplayın. 26. 26 deməli uşaqlar bunların da cəmi 26 olmalıdır. Bərabər yanlıdırsa 26-nı 2 ilə bərabər yerə bölün. 13, 13. Bizdən görək nə istəyir? Tam əlaqəsiz bir şey istəyir. Deyir, daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Biz də bilirik ki, daxilə çəkilmiş çevrənin radiusu həmişə dikinə xəttin yarısıdır. Yəni hündürlüyün yarısıdır. Ona görə hündürlüyü endirirəm. Bərabər yanlı trapesiyada 2 dənə hündürlüyü endirirəm. Çünki yan qulaqlar da, uşaqlar, yan tərəflər bərabər olduğuna görə yan qulaqlar da bərabərdir. 8 santimetrin qarşı tərəfi 8 santimetrdir. 18-in ortası 8-dirsə, qıraqlar 10-durmu? Biz də dedik ki, qulaqlar bir-birinə bərabərdir. Onu 2 dənə bərabər yerə bölün. 5, 5. İndi bir dəqiqə. Burada düz bucaqlı üçbucağı görürsünüz. Düz bucaqlı üçbucağın bu tərəfi 5-dir, bu tərəfi 13-dür. Onda hündürlüyümüz neçə oldu? 12. Hündürlüyü tapdıq 12. Biz də dedik ki, radius hündürlüyün yarısıdır. 12-nin yarısı neçədir? 6 santimetr. Sadədir o halda ki, düsturları biləsiniz. Çünki radiusun düsturu hündürlüyün yarısıdır. Məcbur hündürlük çəkməlisiniz. Bərabər yanlıda da 2 dənə hündürlük çəkməlisiniz. Növbəti düsturumuz, sualımız 34. Biraz ara verək, donur. Aha, davam edək 34. Çevrənin xaricinə kiçik oturacağı 6 cm olan çevrə çəkirik, xaricinə deyir. 6 cm olan bərabəryanlı trapesiya çəkilib. Trapesiya çəkəndə həmişə demişəm diqqətli olun. Çünki çevrəni çəkin, trapesiyanı düz mərkəzdən çəkin. Belə bir şey. Çevrənin, amma xaricinə deyir. Çevrənin xaricinə çəkəndə rahat olun. Çevrənin xaricinə trapesiya çəkilib. Siz necə istəyirsiniz trapesiyanı? Çevrənin xaricində görürsünüz ki, trapesiya var.
Və deyir ki, çevrənin yan tərəflərlə toxunduğu nöqtələri, bax, çevrələr yan tərəflərdə toxunur. Sizə kosa papaqlarını görə bilirsiniz də, hə? Kosa papağı görürsünüzsə toxunanlardır. Toxunduğu deyir, həmin o nöqtələri birləşdirən xətt deyir 10 santimetrdir. Bu xətt deyir 10 santimetrdir. Kiçik oturacaq 6-dır, böyük oturacağı tapın. Oturacaqlara həmişə AB deyirik də. Deyir, kiçik oturacaq 6-dır, amma B-ni bilmirik, B də yazırıq. Burada 10-dur. Uşaqlar, toxunan deyir deyə, bax, toxunduğu nöqtələri T1, T2 adlandıraq. T1, T2-nin birinci sizə düsturunu deyirəm. Trapesiyada belə bir şəkil görürsünüzsə, 2AB bölünsün A üstə gəl B. İndi yazaq. Bizə T1, T2-nin şərtdə uzunluğunu verib ki, 10 santimetrdir. Yazıram. 10 bərabərdir. 2 dənə 6 vur B bölünsün 6 üstə gəl B. Oturacağın biri 6-da, o birisi B-dir, bilmirik deyə. 10 bərabərdir. 12B bölünsün 6 üstə gəl B. Kəsrin məxrəci yoxdursa 1 deyirəm və çarpaz vururam. 12 dənə B bərabərdir. 6-nı 10-a vururam, 10-u B-yə vururam. Həmişə B-ləri, məhsulları bir tərəfə yığıram. B neçə oldu? 30. Yəni aşağıdakı oturacağı tapdıq 30 santimetr. Amma bunun ikinci yolu da var. Gəlin ikinci yolunu da deyim. Çünki bu düsturu yadda saxlaya bilən bu düsturu yadda saxlasın. Yadda saxlaya bilməyən o biri düsturu. Necə istəyirsiniz? 34-ün ikinci yolu budur ki, sizə demişdim, trapesiyada diaqonallar kəsişəndə də bu yol ödənirdi. Diaqonalların kəsişmə nöqtəsindən keçən xəttin uzunluğunu tapanda, burada da diaqonalların kəsişmə nöqtəsindən keçən xəttin, yəni oturacaqlara paralel parçanın uzunluğunu tapanda da indi D1, D2 yazaq. Heç bir fərqi yoxdur. Düsturun şeyi eyni yerə gəlir. Uşaqlar, burada deyirdim, bərabər bölünür. X, X yazın. Oturacaqlar da nə idi? A ilə B. Və belə bir düstur demişdim. 1 böl X bərabərdir 1 böl A, üstə gəl 1 böl B. Bu da yadda qalan şeydir. Bunun tərsi bərabərdir oturacaqların tərsinin cəminə. İndi gəlin yazaq da. Bu sualı tam bu yolla yazıram. Buranı verib 6, buranı verməyib deyə B. Buranı verib 10. 10-u 2-dən yerə bölün. Axı biz bilirik ki, bunlar yarı bölünür. 5, 5. Düsturumuzu yazaq. 1 böl 5, yəni 1 böl X bərabərdir. 1 böl 6 üstə gəl 1 böl B. Aha, 1 böl B-ni bir tərəfdə saxlayıram. Bunları bir tərəfə keçirirəm. 1 böl 5 çıxılsın. 1 böl 6 bərabərdir 1 böl B. Ortaq məxrəcə gətirirəm. İkisinə də bölünən ədəd 30-dur. 30-da 6-dan 30-da 5-i çıxanda bərabər olur 1 böl B. 30-da 1 bərabərdir 1 böl B. Birlər ixtisar gedir. B neçə olur? 30. Yəni bu yolla da yazanda B-ni 30 tapıram. O biri yolla da yazanda B-ni 30 tapıram. Sizə hansı rahatda o düsturu öyrənin. Ya 1 böl X bərabərdir 1 böl A, üstə gəl 1 böl B. Ya da 2AB bölünsün A, üstə gəl B. Baxaq 36-cı suala. Maraqlı sualdır. Trapesiyada heç bu yolla danışmamışıq. Həmişə trapesiya həll edəndə hündürlüyə endirmişik. Burada başqa şey eləyəcəyik. Baxaq. Deyir, oturacaqları 6 ilə 1, təbii ki, balacaya 1 deyəcəm, böyüyə 6 deyəcəm. Bir yan tərəfi 4 cm olan, o biri yan tərəfi deməyib. Daxilinə çevrə çəkilmiş. Uşaqlar, daxilinə çevrə çəkilibsə nəyə baxırıq? Qarşı tərəflərə, D-T qaydası. Qarşı tərəflərin cəmi bir-birinə necə olmalıdır? Bərabər. Yəni 1 üstə gəl 6, 4 üstə gəl X-a bərabər olmalıdır. 7 bərabərdir 4 üstə gəl X, onda X-i neçə tapırıq? 3. Uşaqlar, o biri yan tərəfi verməsə də tapdıq ki, 3-dür. Çünki daxilinə çevrə çəkilibsə bərabər olmalıdır. Deyir, daxilinə çəkilmiş çevrənin uzunluğunu tap. Yəni 2 pi daxil deyir deyə balaca eri tap. Biz bunun üçün radiusu tapmalıyıq. Radiusu tapmaq üçün nəyi tapmalıyıq? Hündürlüyün yarısı. Biz hündürlük tapmalıyıq, amma hündürlük tapmaq üçün əlimizdə heç bir şey yoxdur. Çünki mən bilmirəm, uşaqlar, bərabər yanlı olsaydı qulaqlar bərabər olardı. Bərabər yanlı deyir deyə hündürlüklə tapa bilməyəcəm. Bu halda qayda deyirəm. Yan tərəfi paralel köçür. İxtiyari birini, hansını istəyirsən. Yan tərəfi paralel köçür. Qayda budur. Yəni, uşaqlar, hündürlüyü endirə bilib cavab ala bilmirsinizsə, yan tərəfi paralel köçürün. Məsələn, mən bu 4 yan tərəfini paralel köçürürəm bura. Ora 4-dürsə, bura da 4-dür. Paraleloqramda, yəni paraleloqramın 4 dənə növ var da, qarşı tərəflər bərabər olur. 4-ün qarşısı 4-dür, onda 1-in qarşısı 1-dir. 6-nın burası 1-dirsə, bura nə qaldı? 5 santimetr. Bildiniz nə dedim? 6 santimetrlik yolun bir tərəfi 1-dirsə, o bir tərəfi 5-dir. Bir dəqiqə, bu üçbucağı görürsünüz. Bunu balacalaşdıra bilsəydim. Balacalaşmır. Baba, bu 3, 4, 5. Bu necə üçbucaqdır? Düzbucaqlı üçbucaq, Pifaqor ədədləridir. Pifaqor ədədlərini görən kimi düzbucaqlı üçbucaq.
Bu qaydadır uşaqlar. 3, 4, 5 düz bucaqlı üç bucaqlı. Aha, indi hündürlüyü tapa bilərəm. Çünki düz bucaqlı üç bucağın nə düsturu var? Hündürlüyünün düsturu var. Gəlin yazaq. A vur B böl C düsturu. Katetlərin hasilini hipotenuza bölür. İndi 3 vur 4 katetlərdir. Hipotenuz 5-dir. 12-ni 5-ə böləndə 2,4. Hündürlüyü tapdıq 2,4. Bizə də dedik ki, radius 2,4-ün yarısıdır. Yəni 1,2-dir. Aha, indi çevrənin uzunluğunu tapa bilərik. Gəlin buradan yazaq. Çevrənin uzunluğu bərabər idi 2pi. Daxil deyir deyə balaca r. Balaca r-i tapdıq 1,2. 2-ni 1,2-yə vuranda 2,4 pi. Yəni diqqətli olsaydınız, cavabı tapa bilərdiniz. 40-cı sual. Bu yeni tipli sualdır. Eyni çevrənin daxilinə çəkilmiş. Düzgün 12 bucaqlının perimetrinin, düzgün 24 bucaqlının perimetrinə nisbətini tapın. Çevrənin daxilinə çəkilibsə çoxlu bucaqlılar, deməli bunlarda böyük radiusdan söhbət gedir, düzdür? Burada deyir 12 bucaqlı çəkilib. O birisinə də deyir ki, daxilinə 24 bucaqlı çəkilib. Bu da, yəni çevrə hardadır? Çöldədir, böyük yer. Deyir ki, perimetrlərinin nisbətini tapın. Yazıram. 12 bucaqlının 24. Perimetr 12 bucaqlının perimetr 24 bucaqlıya nisbətini tapın. 12 bucaqlının tərəfi 12 dənə A olacaq, düzdür? 24 bucaqlının tərəfi 24 dənə A olacaq. Amma hərəsinin A-ları təbii ki, fərqlidir də. Birinə A yazım, istəyirsiniz, birinə B yazım, necə istəyirsiniz. Yəni, eyni fiqur deyil deyə, axı, tərəflər də eyni deyil. 12 dənə, bayaq qayda dedim. A-nın, uşaqlar, ümumiyyətlə, çox bucaqlı görəndə çox bucaqlının 3 dənə qaydası var. İstəyirsiniz, gəlin təzədən yazım. Ya qaydanın biri budur, böyük yer kvadrat çox kiçik yer kvadrat bərabərdir A bölü 2-nin kvadratı. Ya elə buradan çıxır ki, çarpaz vuranda tapıram ki, A nədir? Ya 2 dənə böyük yerlə yaza bilərəm, ya da 2 dənə balaca yerlə yaza bilərəm. Böyük R yazsaz sinus 180 bölü n. Balaca yer yazsaz tangens 180 bölü n. Yəni, bu əzbər bir düsturdur. Bizə indi böyük R-dir deyə nə ilə yazacağam? Sinusla yazacağam. Baxın, düsturu qruplayıram. Bu düsturla yazıram. Yazıram. A-nı tapıram. 2 dənə R. Eyni dairədir. Bax, edir. Eyni çevrənin daxilinə çəkilib. Ona görə R eyni olacaq. Vurulsun. Sinus 180 bölünsün. 12 bucaqlı deyə bura 12 yazıram. Bunu həll edirəm. Yenə 2R sinus. Bu dəfə 24 bucaqlı deyə 180 bölü 24 yazıram. Həll edirəm uşaqlar. 12 ilə hər tərəfə 12 ixtisar etsəm burada 2 qalır. 2-lər gedir. Eyni çevrədir deyə radiuslar eynidir. 180-i 12-yə böləndə alınır 15. Sinus 15 dərəcə. Burada 180-i 24-ə böləndə, yəni 2 dəfə də bölürəm. Eləyir sinus 7,5 dərəcə. Amma qabağında da 2 var. Bu 2-ni unutmayın. Bir dəqiqə, bunu trigonometriyada keçəcək. Bəziləri bilmir, qorxmayın. Sinus 2 alfanın düsturu var. Düsturlar aşağıda yazılır uşaqlar və sarılayıram. Sinus 2 alfanın belə bir düsturu var. 2 dənə sinus alfa, kosinus alfa. Yəni 2 qat bucaqlar görəndə bunu yazıram. 15 burada 7,5-dən 2 dəfə böyükdür deyə bu düsturu yazıram. Baba, sarılayım bu düsturu. Yəni 2 sinus alfa, kosinus alfa düsturunu yazıram. 2 sinus 7,5 kosinus 7,5 düsturunu yazıram. Üstünə dərəcə qoymağı unutmayın, çünki radiat deyil. 2 sinus 7,5-ə böləndə bunlar gedir, nə qalır? Kosinus 7,5, yəni cavab C variantı. Diqqətli olsanız rahat sual idi. Diqqətli olsanız yox, düstur bilsəz rahat sual idi. 41-ci sual. Deyir ki, çevrə 4 nöqtə ilə bu nisbətlərdə bölünüb. Gəlin, hələ çevrəmizi çəkək. 4 dənə nöqtəmizi qoyaq. Aha. Deyir 3K, 4K, 5K, 6K. Sadə ilə istiqamətinə gedin ki, qarışdırmayın. Ardıcıl gedilməlidir. Toplayın. 7, 12, 18. 18K 360 dərəcədirsə, K-nın biri neçə dərəcədir? 20 dərəcə. K-ların yerinə gəlin 20-mizi qoyaq. 1-ci nöqtələrimizi təzdən qoyaq. İstəyirsiniz yerində yazaq da. 3 vur 20, 60 dərəcə. 4 vur 20, 80 dərəcə. Bir də hər dəfə cəlləyik. 5 vur 20, 100 dərəcə. K-ların yerinə 20 qoyuram. Nöqtələri qaralayın ki, görəsiniz. 6 vur 20, 120 dərəcə. Görək bizdən nə istəyəcək.
Deyir, təpələri həmin nöqtələrdə olan dörd bucaqlının kiçik bucağını tap. Uşaqlar, bu nöqtələri deyir birləşdirib dörd bucaqlı yaradın və bunun kiçik bucağını tapın. Çevrənin üzərində olan nöqtələri də yaxşı ki, buradan çəkdim. Aha. Çevrənin üzərindədirsə nöqtə daxili bucaqdırmı? Bura neçədir? 60 ilə 80-i toplayın. 140. 140-a söykənən daxili bucaq budur, görün. Baxın, 140-a söykənib. 140-ın daxili bucağı neçə olacaq? 70. Buraya yazıram 70 dərəcə. Sonra görək bu bucaq hara söykənib? Baba, bu bucaq. Bu bucağın söykəndiyi yerə baxın, bura. Yəni, baba, bu bucağın, qırmızı ilə göstərirəm. Söykəndiyi yer haradır? 80 ilə 100-ün cəmi. 180-in daxili bucağı neçədir? 90, yarısı yəni. Bura oldu 90 dərəcə. Sonra görək, bəs hərəsini bir rənglə göstərəcəm ki, tapa biləsiniz. Bənövşəyə baxaq. Məsələn, bu bucaq hara söykənib? Bura. Baba, bu bucaq hara söykənib? 120 ilə 60-ın cəminə neçə eləyir? 180. 180-in yarısı 90. Və ya uşaqlar, yox, bu yolla gedək də. Hansı yolla getmiş, o yolla davam edək. Biz siz nə deyirdim? Xaricə çevrə çəkiləndə bucaqlara baxırıq. 90, 90, 180 edirsə, bunların da cəmi 180 eləməlidir. Yəni, 70-in qabağı nə olsa 180 eləyəcək, 110. Və ya uşaqlar, yenə də qayda eynidir. Sarı ilə göstərəcəm. 110-un sökəndiyi bucaq budur. 220-in yarısı neçədir? 110-dur. Belə. İndi görək bizə nə deyir? Kiçik bucağı tapın. Biz uşaqlar 4 bucağın bucaqlarını tapdıq ki, biri 70-dir, bunlar 90-dır, bu da 110-dur. Görün hansı kiçikdir? 70 kiçikdir də. Kiçik deyirsə 70. Məsələn, böyük desəydi 110. 4 bucaqlının bucaqlarını istəyir. Götürüb çevrəni tapıb cavab yazmayın. Çevrənin bucaqlarını istəmir. 4 bucaqlının bucaqlarını istəyir. Yəni, qövsə uyğun daxili bucaqları tapmalıyız. 43-cü sual. Deyir, oturacaqları 4 və 12 olan düz bucaqlı ABCD trapesiyasının daxilinə çəkilmiş çevrənin radiusunun uzunluğunu tapın. Bayaq dedik, daxilə çəkilmiş çevrənin radiusu həmişə dikine xəttin yarısıdır, yəni hündürlüyün yarısıdır. Ona görə hündürlüyü endiririk. Paraleloqram görürük. Çünki paraleloqramın bir növü də düz bucaqlıdır, kvadratdır, rombdur, paraleloqramın özüdür. 4-ün qarşısı neçədir? 4. Bütün paraleloqramlarda qarşı tərəflər bərabər olur. 12-nin bir tərəfi 4-dürsə, o biri tərəfi 8. Uşaqlar, bizdən radiusu istəyir elə. Bax, radiusu istəyir. Buradan bura qədər radiusdurmu? Bura qədər də radiusdurmu? Yəni, nə oldu? 2 radius. Onda mən bu CH, hündürlük çəkmişik də, CH-a 2 dənə radius deyə bilərəm. Bildiniz nə dedim? Bu xətt 2 radiusa bərabərdir, ona görə 2 radius dedim. Bir dəqiqə, indi baxın. Siz imtahanda çox diqqətli olmalısınız. Daxilə çevrə çəkilibsə qaydamız nə idi? DT. Qarşı tərəflərə baxacağıq. Bura 4-dür, bura 12-dir, bura 2R-dir. Özümüz tapdıq da. Çünki 2 radiusda burada 2R-dir, burada 2R-dir. Onda bura bir də X deyək. Biz bilirik ki, tərəflərin cəmi bərabər olmalıdır. Bunun cəmi neçədir? 16. Onda bunun da cəmi 16 olmalıdır. Bu ikisinin cəmi 16 olmalıdır. Bura 2 dənə radiusdursa, bura 16 çıx 2 radiusdur. Yəni, bura yazıram 16 çıx 2 dənə radius. Aydındırmı? Bir də deyirəm, qarşı tərəflərin cəmi bərabər olmalıdır. Bu ikisinin cəmi 16-dırsa, bunun da cəmi 16 olmalıdır. 16-nın bir tərəfi 2 radiusdursa, baxın bu qayda. O biri tərəfi 16 çıx 2 radiusdur. Düz bucaqlı üç bucağı hamı görür. Qırmızı ilə göstərəcəm. Bu düz bucaqlı üç bucaqda Pifaqor teoremin tətbiq edirəm. Gəlin, sol tərəfdə yazaq. 2 radiusun kvadratı üstə gəl 8-in kvadratı bərabərdir 16 çıx 2 dənə radiusun kvadratına. 4 dənə radiusun kvadratı üstə gəl 64 bərabərdir 16-nın kvadratı 256-dır. Çıxılsın 32 dənə radius üstə gəl 4 dənə radiusun kvadratı. Bərabərin hər tərəfindən eyni olan şeylər ixtisar gedir və bunu bu tərəfə keçirim ki, müsbətləşsin. 32 dənə radius bərabərdir 256-dan 64-ü çıxın. Çox rəqəmlər ədədləri alt-alta çıxın ki, imtahanda hərfi rəqəm səhv eləməyin. 192. 192-ni 32-yə böləndə eləyir 6.
Radiusu tapdım 6. Bizə də deyir ki, elə çevrənin radiusunun uzunluğunu tap 6 sm. Belə, yəni diqqətli olsaydınız görürsünüz, cavab öz-özündən çıxır. Sadəcə siz hündürlüyə 2 dənə radius deməyi bacarmalıydınız. Çünki belə də nöqtə baxırsınız ki, bunlar radiusdur da, 2 dənə radius. Sonra 45. Hə, belə bir suala baxmamışıq, baxaq. Deyir hündürlüyü 1, diaqonalı kökən olan bərabəryanlı trapesiyanın, baxın, bərabəryanlı trapesiyadır. Deyir hündürlüyü 1-dir, hündürlüyü 1-dir. Diaqonalı deyir kököndur, kököndur. Onda bura x yazaq. Pifaqor, çünki uşaqlar düz bucaq görürəm. Başqa neyini yazam? Yazıram a kvadrat üstə gəl b kvadrat bərabərdir kökönün kvadratı. 1 üstə gəl x-in kvadratı bərabərdir 10. X-in kvadratını necə tapıram? 9. Nəyin kvadratı 9-dur? Müsbət mənfi 3-ün, amma tərəf mənfi ola bilməz deyə müsbət 3 yazıram. Yəni bu x-i tapdım 3. Aha, uşaqlar, bərabəryanlıda bir dənə qayda var. Qaydanı qırmızı ilə yazıram. Bərabəryanlı trapesiyada hündürlüyün ayırdığı böyük parçanın uzunluğu. Baxın, bu trapesiyadır, hə? Bu da hündürlükdür. Ayırdığı 2 dənə parça var, düzdür? Böyük parçanın uzunluğu. Biz onu 3 tapmışıq da uşaqlar. Həmişə o böyük parçanın uzunluğu, böyük parça. Söhbət hündürlüyün ayırdığı. Başın ayırdığı böyük parça. Bilirsiniz, həm uzunluğu nəyə bərabər olur? Böyük parçanın uzunluğu ilə orta xəttin uzunluğuna bərabər olur. Onda biz bilirik ki, bu 3 həm də nəyin uzunluğudur? Orta xəttin. Yanına yazıram ki, orta xəttin düsturunu hamı bilir, oturacaqların cəminin yarısı. Orta xəttin. Biz dedik ki, bu həm də orta xəttin uzunluğudur, yəni mn 3-dür. Orta xəttdə a üstə gəl b bölü 2 bərabərdirsə 3-ə. Çarpaz vururam, a üstə gəl b 6-dır. Oturacaqların cəmi 6-dır. Uşaqlar, deyir, daxilinə çevrə çəkilib. Daxilinə çevrə çəkiləndə axı qarşı tərəflərin cəmi bərabər olur. Bu iki tərəfin cəmi 6-dırsa, bu biri iki tərəfin də cəmi 6-dır. Daxilə çevrə çəkiləndə D-T qaydası. Qarşı tərəflərin cəmi bərabər olur. Bu ikisinin cəmi 6-dırsa, bu ikisinin də cəmi 6-dır. Yəni perimetr neçədir? 6 üstə gəl 6, 12 santimetr. Diqqətli olun. 47-ci sual. Son 2 dənə sualımız qaldı. Düzgün çoxbucaqlının xaricinə çəkilmiş çevrənin uzunluğu. Xarici deyir deyə böyüyür. Çevrənin uzunluğu deyir deyə, hələ ki el yazaq. Onun tərəfinin uzunluğuna nisbəti. Tərəf deyir deyə, düzgün deyir deyə A yazıram. Deyir nisbəti 2pi-dir. Çevrənin uzunluq düsturu 2pi-r'dir. Bizə xarici deyir deyə böyük yer yazıram. Deyir tərəfinə nisbəti 2pi-dir. Bərabərin hər tərəfindən eyni olanlar ixtisar gedir. Qalır r bölü a bərabərdir 1. Çarpaz vururam, radius bərabərdir tərəfə. İndi bir-bir yadımıza salaq. Biz bilirik 3 bucaqlı, 4 bucaqlı, bir də 6 bucaqlı. 3 bucaqlıda böyük radius sadəcə tərəf böl kök 3-üdür. 4 bucaqlıda böyük radius, düzgün 4 bucaqlıda, yəni kvadratda böyük radius a kök 2 bölü 2 idi. Yəni diaqonalın yarısıydı. Böyük radius həmişə diaqonalın yarısıdır. Diaqonal a kök 2-dir. 6 bucaqlıda böyük radius nəyə bərabər idi? Tərəfin özünə. Həmişə bu 3-ü düşür. Biz tapmışıq ki, tərəfin özüdürsə, demək ki, neçə bucaqlıdır? 6 bucaqlıdır. Tərəfin özüdürsə 6 bucaqlıdır. Diqqətli olun. Yəni cavab oldu neçə tərəfi var? 6 tərəfi. Uşaqlar, 6 bucaqlının 6 dənə də tərəfi var. 6 dənə bucaq varsa 6 dənə də tərəf var. Sonuncu sualımız 53. Dondu. Bir dəqiqə. Aha, baxaq 53-ə. Oturacaqlarının fərqi 6 olan iti bucağının kosinusu 8-də 3 olan bərabəryanlı trapesiya. Bərabəryanlı trapesiyamızı çəkək. Bərabəryanlıdır. Deyir, daxilinə çevrə çəkilmişdir. Aha. Oturacaqlarının fərqi 6-dır. Uşaqlar, daxilə çevrə çəkiləndə DT qaydası, yəni tərəflərə baxacağıq. Qarşı tərəflərin cəmini bərabər eləyəcək. Yəni, hələ ki, bu çevrəni çəkək ki, bizim fikrimizi yayındırmasın. Onsuz tərəfə baxarıq. Deyir, oturacaqlarının fərqi. Uşaqlar, oturacaqların
Bu hissələri bir-birinə bərabərdirmi? Çünki paralelogramın bu qarşı, ümumiyyətlə bunun kvadrat, düzbucaqlı və ya paraleloqram olduğunu görürsünüz də. Qarşı tərəfləri bərabər olur. Yəni yuxarı A-dırsa, burada A-dır. Fərqi yəni harda olur? Ancaq qulaqlarda olur. Bərabər yanlının da qulaqları bir-birinə bərabərdir. Və deyir fərqi 6-dır. Bax yazıram. Fərq qulaqlardadır. Deyir qulaqlar 6-dır. Biz də deyirik ki, qulaqlar bərabərdir. Bərabər yanlıdır deyə. 2 dənə x 6-dırsa, qulağın biri neçədir? 3. Qulağın birinə yazıram 3, o birisinə də yazıram 3. Deyir iti bucağın kosinusu. Trapesiyanın iti bucağı buradır. Alfa yazıram. Yazırıq, deyir iti bucağın kosinusu 3/8-dir. Kosinus nə idi? Uşaqlar, ikinci gəlirdi deyə bitişik katet böl hipotenuz. Bitişik bölünsün hipotenuz deyir 3/8-dir. Baxaq, alfaya bitişik həqiqətən də 3-dür. Onda hipotenuz neçədir? 8-dir. Bitişiyin 3 olduğunu verib, hipotenuzun da 8 olduğunu özümüz tapırıq. Buraya yazırıq 8. Bərabər yanlıdır deyə burada 8-dir. İndicə demişdik, daxilinə çevrə çəkilibsə qarşı tərəflərin cəmi bərabərdir. 8 ilə 8-in cəmi neçədir? 16. Onda bunların da cəmi 16 eləməlidir. Dedik axı, trapeziyada qarşı tərəflərin cəmi bərabərdir. Əgər daxilinə çevrə çəkilibsə. Perimetrini istəyir. Perimetrdə 16 üstəgəl 16, 32 sm. Belə uşaqlar, yəni çevrəni bilmək üçün həqiqətən də 3 bucağı, düz bucaqlı 3 bucağı və kvadratı, yəni 4 bucaqları bilmək lazımdır. Çevrə bunların üçünün də qarşımıdır. Uğurlar.